Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Hər bir daxili bazar araşdırmasının aparılması üçün 20 min manata qədər dövlət dəstəyi nəzərdə tutulur. Bazar araşdırması üçün ayrılan dəstək məbləği sorğu edilən araşdırmanın əhatə dairəsindən və mürəkkəbliyindən asılıdır. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan daxili bazar araşdırmasına çəkilən xərcin 80%, kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan bazar araşdırmasına çəkilən xərcin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Yerdə qalan məbləği isə bazar araşdırmasının aparılması üçün müraciət etmiş sahibkar qarşılayır. Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazarın araşdırmasına dəstək üçün KOBİAnın internet saytındakı müvafiq ərizə formasını dolduraraq agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.